Bu din mənfəət dinidir yoxsa yox? Bəzilər deyir mənfəət dinidir, amma mən deyirəm mənfəət dinidir, amma mənfəət özü iki cürdür. Bir var maddi mənfəət, bir var mənəvi mənfəət. Bu dindarlığın kökündə mənəvi mənfəət olmasa, insan heç vaxt fədakarlıq eləyə bilməz və öz mənfəətindən keçə bilməz. Diqqətli olun buna. Bu dinşünaslıqdır. Belə olmasa insan aram olmaz. Görəsən o şəhidlər ki, gedir öz canlarından keçir. Onlar bəzi mənfəətləri verirlər, ev, ailə, dünya, pul, hər varını verirlər. Amma başqa bir mənfəət ələ gətirirlər. O axirət səadətidir. O Allaha çatmaqdır. Yəni dindar zaten mənfəətlidir. Ümumiyyətlə insan mənfəətlidir. İnsan mənfəət güdmədən bir şey eləyə bilməz, ləzzət almadan bir şey eləyə bilməz. Həm ləzzət, həm mənfəət. Ona görə də indi bu insan anlatmaq lazımdır ki, hər sahədə belədir. Sən Kərbəlaya getmək istəyirsənsə, amma birdən zərurət olarsa narahat olma. Sən sinə vurmaq istəyirsənsə, amma başqa bir vəzifə gələrsə elə bilmə sənə az verəcəklər. Az verəcəklər də deyil, sözün həqiqi mənasında ontoloji olaraq sən o mənəviyyatı ələ gətirirsən. Bunu din bizə anladır. Əgər belə olmasa, onda insan uduzmuş olar.